gördük əzizlərim. Çox həmişəki kimi maraqlı bir qonağım var. Mən bilirəm ki, mənim illərimin dostudur, canımdır. Yəni həm illərimin dostudur, həm də sevilən aktrisadır. Özünə hörmət edən aktrisadır, əsas odur və əlbəttə ki, bizim tamaşaçıların hər biri Solğun Çiçəklərin adını çəkəndə, Saranın adını çəkəndə əlbəttə ki, o ilk növbədə o yada düşür. Çünki bu obraza özünün möhrünü vurub bizim mərhum görkəmli rejissorumuz Ağişi Kazımovun quruluşunda Solğun Çiçəklər tamaşasından söhbət gedir və bizim Respublikanın əməkdar artisti, sevilən aktrisamız Mehriban Abdullayeva bugün qonağımızdır. Mehriban canım, xoş gördük səni. Sonuncu dəfə sənin yubileyində görüşmüşdük və bugün çox gözəl bir gündür. Mən tamaşaçılarımıza onu da deyim ki, bugün mayın 15-idir və bizim sevilən aktrisanın ad günüdür və bu münasibətlə Muğan televiziyası olaraq biz Mehribandan xahiş elədik ki, gəlsin, bizi ilə bölüşsün uğurlarını, həm ad gününü də bir yerdə keçirək. Mehriban, təbrik edirik ən əvvəl. Neçə belə illərə, maşallah görürəm ki, formadasınız. Hər şey əladır. Yəni, şükür. Bu sirri nədir? Qocalmamağın sirri nədir ümumiyyətlə? Qoy əvvəlcə salamlayayım səni. Çoxdandır görməmişik. Demək olar ki, elə o yubileydən bu yana görməmişik. Bəli, canlı görüşməmişik. Ancaq belə onlar. Çox sağ ol dəvətinə görə və çox sağ ol ki, yenə məni belə ad günümdə dəvət elədiyinə görə. Bu da doğrudan planlaşdırılmış bir şey deyil. Bu təsadüfən belə aldı. Sən neçə dəfədir mənə zəng vurdun. Gəl görüşək, gəl görüşək. Təsadüf gəlib, indiyə çıxdı. Sağ ol təbrikinə görə. Mən səndən çox razıyam. Sən həmişə mənim yaradıcılığımı izləyirsən, həmişə istəyirsən ki, onu bir açıqlama verəsən yaradıcılığım haqqında. Biz illərin dostuyuq da. Sağ ol. Əlbəttə bizim illər, gəncliyimiz bir yerdə keçib. Tüzda keçib gəncliyimiz. Teatrda. Şükür Allah, bugünümə şükür. Hələlik özümü yaxşı hiss edirəm. Hələ ki, özümü formada əgər görürsənsə, formada saxlaya bilirəm. Maşallah, tamaşaçılarımız da qiymət verəcək. Mehriban, Allah qoysa ad gününü bugün necə keçirəcəksən? Tamaşaçılarımıza maraqlıdır. Yəqin ki, ailə ortamında, əzizlərim. Ümumiyyətlə, mən həmişə ad günümü elə aləmlə bir yerdə keçirirəm. Bəzən də elə olur ki, heç keçirmirəm. Bəzən elə olur ki, ad günümdə elə işdə oluram, yəni tamaşam olur. Çox vaxt olub elə ki, ad günümdə mən tamaşalarda oynamışam. Yəni, xüsusi mən heç vaxt ad günü keçirim deyə belə bir həvəsim yoxdur. Nadir hallarda. İndi isə müəyyən bir yaşa çatandan sonra isə fikirləşirəm ki, ancaq yubileylərdə nəsə eləyə bilərəm. Yəni, belə təntənəli. Amma bir dostdaşlarını başına yığmırsan da, indi hamı təntənəli yubiley eləyir. Amma bir bizi yığmırsan da başına. İnşallah 65-də. Allah qoysa, Allah qoysa, inşallah. İnşallah. Deyir, biz mən deyən olmasın, Allah deyən olsun. İnşallah. Meri, ümumiyyətlə yaşlanırıq da, yəni ad günləri, məsələn, mənim anam ad günü keçirməyi sevmir, həmin günü qapısını bağlayır, bizi də qoymur gəlməyə, o əsəbləşir, çünki yaşdaşır. Səndə belə bir xüsusiyyət var. Mən əksinə sevinirəm. Yox, məndə elə bir xüsusiyyət yoxdur. Yəni, deyim ki, mən də çoxlarını görürəm, ay, yaş gəlir, yaş üstünə. Məndə elə bir qorxu hissi yoxdur. Əksinə, mən həmişə fikirləşirəm ki, gəlib bu yaşa çatmışamsa və indən sonra Allah nə ömür verəcəksə... Bu da Allahın bir lütfüdür də. Onsuz da bir gün yaranan, bir gün gedir. Allah nə qədər qismət eləyib, o qədər yaşayacaq. Biz istəsək də, istəməsək də bu ömrü yaşaya-yaşaya gedirik. Bu nə məndən asılıdır, nə səndən asılıdır. Nə yaxşı ki, gəlib bu yaşa çatmışıq. Yəni, yox, mənim elə bir qorxum yoxdur yaşla bağlı. Deməli, özünə arxayın qadındır Mehriban xanım. Amma yəni, tamaşaçılarımıza yəqin ki, maraqlı olar. Mən özümə ad günü təşkil edirəm. Yəni, heç evdəkilər hələ bilmir. Özümə artıq plan qururam, hara gedəcək, hansı restoran. Yəni, çox sevirəm bu günü. Bilmirəm niyə. Bilirəm, qocalıram. Amma sevirəm.
Yox, o yaxşı şeydir. Hə, yəni pozitiv baxıram. İnsan sevməlidir. Yəni indi Özümü yaşlı da sevirəm. Yəni yaşlanmaqdan qorxmuram. hər yaşın öz gözəlliyi var. Aha, Hər amma- yaş. Mən əlbəttə indi 20 yaşındakı kimi ola bilmərəm, 30 yaşındakı kimi ola bilmərəm, amma Valla- hər halda öz yaşıma görə də özümü idarə edə bilməliyəm də. Maşallah buradan rejissor dostlarıma, hansı ki mənim səhifəmdə, Instagramda, Facebookda məni izləyirlər. Bax buradan dostlara üz tutub deyirəm ki, maşallah Mehriban xanım elə bir formadadır ki, mən rejissor olsaydım bu dəqiqə sizi bir-birindən rəngarəng filmlərə çəkərdim. Çünki əsas qadın üçün formadır, forma da var. Maşallah indi daha səhnə performansdakı göz qabağındadır. İnşallah. Mehriban xanım, yəni bir şeyə toxunum ki, bugün yəni Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında maraqlı tamaşalar hazırlanır. Teatrın hələ baş rejissoru yoxdur. Yox. Teatr baş rejissorsuz fəaliyyət göstərməyinə baxmayaraq, amma maraqlı tamaşalar yaranır və bildiyimə görə Şahnamə tamaşası Nicat müəllimin inşallah o da qonağımız olar. Yəni tamaşada yoxsuz. Yox, orada ancaq böyük qism ancaq kişilərdir. Bəli, paylaşım eləmişdi. Qadın obrazları yoxdur. Amma Mehriban xanım 2 uşaq tamaşasında hazırda yeni tamaşalarından biri bizim Nofər müəllimin quruluşunda Qaraca qızdır. İkinci tamaşa Elşad Qarayev, Elşad bəyin Cittanina uşaq tamaşasında. Cittanina. İkisi də maraqlı tamaşadır. Yəni uşaqlar üçün çox maraqlı tamaşadır. Mehriban xanım, mən istəyirəm biraz Qaraca qızdan danışaq. Çünki bu uşaqlığımızın tamaşasıdır. Yəni rəhmətli Almaz xanım buna möhür vurdu. Yəni o Qaraca qız obrazı ilə. Və bu gün Nofər müəllim bunu hansı rakursda gördü və aktyorlar bunun həllini necə tapdılar? Mənə maraqlıdır. Ümumiyyətlə bizim teatrda Qaraca qız tamaşası 3 dəfə daha Üçüncü dəfədir. 4 dəfə. Yox, 3-cü dəfədir Mehriban xanım. Yox, bax bir lap əvvəllər onu biz görməmişik. Qaraca qızı Almaz xanım oynayan dövrlərdə. O 75 o illərə düşür də. Ondan sonra bu tamaşanı hazırladı Loğman. Onda da Almaz xanım. Yox, orada Almaz xanım oynamayıb. Orada Sevinci oynayıb Qaraca qızı. Bəs mənə Asiya xanım oynayıb. Sonra da Asiyada oynayıb da. Yəni Loğmanın quruluşunda mən oynamışam Pərcan xanımı. O variantda da varsınız. Mən teatrda o variantda olmuşam. Loğman Kərimovun quruluşunda. Sonra bu tamaşanı təzədən hazırladı Vaqif Əsədov və orada mən olmadım. Bu 4-cü dəfə hazırlananda Cənnət Səlimov və bir də Nofər Vəli, ikisi bir yerdə. Yəni əsas quruluşçu rejissor Cənnət xanım kimi gedir. Rejissor da Nofərdir. Təbii ki, Nofər daha çox işlədi bizlə. Yəni bütün bu rejissorların hazırladığı bu quruluşlar bir-birindən fərqli quruluşlardır. Yəni Loğmanın hazırladığı tamam bambaşqa idi. Vaqif Əsədovun hazırladığı tamam başqa. Cənnət xanımın da hazırladığı tamaşa tamam bambaşqa. Yəni hər tamaşa özünə görə marağı var. Baxmayaraq ki, mən Loğman Kərimovun quruluşunda Qaraca qızda mən Pərcan xanım oynamışdım və özdə çox belə o gözəl baxanlara görə bilmirəm, baxmamışdın mı sən orada? Deyəsən baxmışdım. Ramiz də oynayırdı orada. Baxmışdım da, əlbəttə baxmışdım. Şəfəq xanım da oynayırdı. Şəfəq xanım, Bəli, artıq yavaş-yavaş yadıma düşür. Yadıma düşdü. Orada super bir. İndiyənəcən də deyirlər ki, Mehribanın oynadığı Pərcan xanım tamam bambaşqa idi. Və burada yeni tamaşada mənə Nərgizi verəndə açıq deyim ki, düzü mənə biraz tutdu məni. Niyə Nərgiz? Mürəbbiyəni də. Ona görə yox ki, mən burada da Pərcahanı oynamaq istəyirdim. Yox, söhbət onsuz da mən Pərcahanı oynamışam. Nədənsə bilmirəm. İndi Nofərlə dərdən danışırıq, sonra Nofər deyir, gördüm, mən düz vermişəm, sən burada tamam bambaşqasan. Əslində mən bir aktrisa kimi istənilən rolda mən özümə yeni bir şey tapmağı xoşlayıram və çalışıram onun üstündə. Nəysə, biraz narahatçılıqlar oldu, amma mən elə gəlir sonu yaxşı oldu və indi mən ümumiyyətlə bütün rollarımı sevirəm, elə bu rolumu da sevirəm. Artıq sevilən siyahıya daxil oldu. Daxil oldu. Ümumiyyətlə, uşaq tamaşaçıların nə verir aktrisə? Yəni, biri var böyüklər üçün oynayırsınız axşam, biri var ki, hamısı uşaqlardır. Bilirsən, uşaqlar daha səmimidir.
Uşaqları O enerjini alırsınız onlardan. alırsan. Son vaxtlar özdə maşallah deyim ki, teatrımızda gəlir tamaşaçılar, xüsusən də uşaq tamaşaları demək olar ki, zal dolu olur. Və uşaqların o tamaşada onların reaksiyasını görəndə, onların o baxışlarını görəndə istər-istəməz hiss eləyirsən də və hiss eləyirsən ki, onlar səni duyurlar. Sənin dediyin hər kəlməni başa düşürlər. Bu əlbəttə yaxşıdır. Əgər sən uşağın zövqünü oxşaya bilirsənsə, ona nəyisə çatdıra bilirsənsə, deməli bu da bir uğurdur. Mehriban xanım, artıq təməl qoyulur da, yəni təməl teatrda qoyulursa nə gözəl. Və Cırtdanina tamaşasına qayıdaq. Dediniz ki, o da çox maraqlı. Çox maraqlı bir tamaşadır. Bu biz bilirik ki, bizim nağlımız var, Cırtdan. Hə, niyə Cırtdanina? Xalq nağılıdır. Onun əsasında, amma bunun müəllifi var, Pərvin xanım, tanıyasınız. Pərvin Nurəliyeva, bəli, əlbəttə tanıyırıq. O yeni bir Cırtdan və Nino. Nino elə bir ki, Marsdan gələn robotdur. Cırtdanla Nino, bunların qarşılaşması və çox maraqlı bir şeydir. Çox həqiqətən burada uçub gedirlər, düşürlər. Yəni Cırtdanı müasirləşdirib də, tamam müasir formada. Yəni indi orada səhnə effektləri zət də yaxşıdır. O qədər gözəl səhnə effektləri var. Orada planetlərin hərəkəti var. Çox maraqlıdır. Yəni adam gəlib, bax indi tamaşaçılara üz tuturam. Doğrudan da adam bu uşaq tamaşalarına gəlir və uşaqlaşır, gedir. Elə bil ki, üstündən bir yük götürülür və sən gedirsən. Çox gözəl. Özdə ən yaxşısı da odur ki, sonda uşaqlara, məsələn, elə bil ki, planetlərdən bizə mesajlar göndərirlər. Və biz o mesajları atırıq uşaqlara, düzəldib, belə ay, nə gözəl. Atırıq və sonra da tamaşanın sonunda çıxıb, hər kəs özünə nə yazılıbsa, orada gözəl çox maraqlıdır. Gözəl sözlər. Tapıntıdır. Bu tapıntıdır. Çox. Və uşaqlar da çox böyük ruhla hər əyində aparır ki, mənə teatrda bunu verdilər. Nə maraqlıdır. Maraqlı bir şeydir. Maraqlıdır. Bax, yəni doğrudan da uşaq tamaşaları ilə təməlini qoyur gənclərimizin, yəni uşaqlarımızın təməli buradan qoyur. Teatra sevgi buradan başlayır. Və nə yaxşı ki, bu uşaq tamaşaları Tüzdə Gənc Tamaşaçılar Teatrında, yəni bizdə çox maraqlı tamaşalar var. Biri də bu yaxınlarda təhvil verdi, Düyməcik tamaşası. Yoxsuz orada? Yox, orada mən yoxam. Amma çox yaxşı tamaşadır. O da maraqlıdır. Çox maraqlı tamaşalar. Ümumiyyətlə bizim xalq nağıllarına müraciət ümumiyyətlə bu mənə elə gəlir ki, labüddür. Çünki bunda təməl bunda atılır. Çox gözəl. Mehriban xanım və mən əlbəttə ki, indi tamaşaçılara müəyyən yeni işlərdən danışmaq istəyirəm ki, yəni Mehriban xanımın elə gəlişində də istədim ki, yeniliklərini bizə açıqlasın və nəhayət ki, Azərbaycan televiziyasının, bizim ana televiziyamızın bir layihəsi oldu və o layihədə Zəfər gününə bağlı, orada bir atamın kölgəsi, belə bir kölgəsində. Çox gözəl bir layihə idi. Orada ananı oynamışam. Yaxşı. Belə bu ilki işlərim demək olar ki, özümə görə biraz yaxşı qiymətləndirmək olar. Yaxşı qiymətləndirmək. Artıq 2 tamaşa var, uşaq tamaşası var və üstəlik də ümumiyyətlə, yəni gələn qonaqlarıma mütləq bu haqda danışmaq istəyirəm. Sənin də fikirlərin əlbəttə ki, çox maraqlıdır. Bir gün bax, seriallarımız artıq artmaqdadır və hamı da bilir ki, söhbət hansı seriallardan gedir və yayımlanır. Sizin aktyorlar da orada iştirak edir. Mehriban xanım, niyə seriallarda görünmürsünüz? Formadasınız, potensial imkanlar öz yerində. Seriallarda görmək istəyirik. Əslində, mən sənə bir şey deyim. Mənim ümumiyyətlə institut dövründən, mənim kino ilə bağlı əvvəl danışım. Çox belə, hər kəs istəyirdi. Məsələn, mən institutda oxuyan dövrdə istəyirdim filmə çəkilim, necə baxırdıq ekrana, yəni ekranda görünür. Yəni bu da bir yaradıcı adam kimi hamıdır. Və məni çox filmlərə prova çağırdılar. Və açın deyim, elə filmlər indi adlarını çəkmək istəmirəm, tez-tez onlar ekranda gedir və təsdiqləndiyim provalar da olub. Və mənə söz veriblər, çəkiləcəksən və oturub gözləmişəm, birazdan eşitmişəm ki, mən artıq yoxam, başqası çəkilir. Yəni, mənim kino fəaliyyətimdə belə şeylər oldu. Mən birinci dəfə filmə 93-cü ildə İrandan gəlmişlər film çəkməyə və buradan aktyor seçirdilər. Və gəlib teatrları gəzib, məşqlərə baxırdılar, tamaşalara baxırdılar
bir 3-4 aktyor Azərbaycan aktyoru seçdilər, amma əsas iştirakçıları İrandan gəlmişdi. Və bizim teatrdan məni, bir də Yasin müəllimi gəldi məşqlərə baxıb, tamaşalara baxıb bizi çağırdılar. Kinostudiyadan da rəhmətlik Ənvər müəllim o idi, bir də Sənubər İskəndərli. Biz 4 nəfər o İran filmində çəkilirdik. Çəkildik və axırıncı artıq demək olar ki, qutarırdı, film çəkilib qutarırdı. Bircə epizodumuz bəlkə də qalmışdı ya qalmamışdı. Elə bir ki, rejissorumuz, o bizi çəkən rejissor xəstələndi, getdi və o yeni bir rejissordan əvəz olundu. Və elə belə də başa düşmədim sonra nə oldu film. Ardı çəkildimi, çəkilmədimi? Əlaqə yarada bilmədiniz? Heç bir yox, onsuz da getdi o İranda şeylədi. Amma son vaxtlar Yasin müəllim deyir ki, Mehriban o film deyirlər şeydə gedir, İranda gedib. Amma daha onun sonunu bizi çəkmədi. O son nə oldu onu bilmədik. Yəni belə bir şey. Və bir çox, yenə deyirəm, filmlərə çəkildilər. Artıq məni o qədər çağırmışlar proba, çəkmirdilər. Küstüm. Filmdən küstüm və özümə söz verdim ki, məni bir daha çağırsalar, mən getməyəcəm. Çünki artıq o, necə deyim, gedirəm, tərifləyirlər, sən çəkiləcəksən, sonra necə olar insan? İstər-istəməz sənə təsir edir. İnsan ruh halına təsir edir. Və özümü sırf bağladım teatra. Çünki teatr, özün bilirsən, mənim üçün tamam başqa bir dünyadır. Orada mən özümü daha rahat hiss edirəm və heç film haqqında da fikirləşmədim. 2003-cü ildə məni bir də Vaqif Mustafayev çağırdı. O da Heydər Əliyev haqqında film çəkirdi. Aktyorlar demək olar ki, burada oxşar üzlər idi. Mən də Xan Babayevin, o vaxt Xan Babayev Heydər Əliyevin də yaxın dostu olub. Onun Bakıya gəlməsində böyük hörmət, xidmətləri olub. Onun qızını oynayırdım. Xan Babayev da Gürcüstandan gələn aktyor oynayırdı. Çəkildim o filmə. Nə oldu? O film də getmədi. Elə bil ki, 2003-cü ildə Heydər Əliyev rəhmətə getdi. Bilmirəm daha nəyə görəsə film qaldı. O da indiyənəcən hələ ekran üzü görməyib. Orada 20 yanvar hadisələri də var idi. Çox gözəl çəkilmiş bir film idi. Yəni Vaqif Mustafayev bildiyimiz məşhur bizim. Yəni çəkilmişsiniz, amma hələ işıq. Amma Mehriban xanım, belə şeylər çox olur. Yəni aktyorlar çəkilir, sonra onların o filmin taleyi artıq o aktyora bağlı bir şey deyil. İşıq üzü görə bilər də, görməyə də bilər də. Yəni bu dünya... Yəni o filmdə, yəni dediyim odur ki, çəkildiyim filmlərdə də mən özümə... Sən filmdə bəxtin gətirmir. Artıq bu seriallar çəkilməyə başlayanda, demək olar ki, təzə seriallara start veriləndə Rövşən İshaq məni özünün Pərvanələr rəqsi serialına çağırdı. Orada çəkildim mən. Çəkilmirsən orada? Bəsnəf serial orada birinci, ən böyük rolum da oradaydı. Pərvanə xanım da, Elxan da orada oynayırdı. Onda çəkilmirsən ki sən? İlk serial o olub. Rövşən İshaqın ilk serialı o olub və orada mən çəkilmişəm. Və sonralar bir çox rejissorların xırda-xırda da olsa belə çəkildim. Amma müəyyən səbəblərdən məni indi sizin gördüyünüz bəzi seriallar və çoxlarında məni dəvət eləmişlər. Yəni indi gedib artıq sona çatan və mən özün bilirsən, evimdə xəstə olduğuna görə məni çağırırdılar. Mən də o ərəfələrdə, o periyodlarda düşürdü və mənim onlarla ki iş rejimim düz alınmadı. Mənim yadıma gəlir, o ərəfədə sən deyirdin. Özüm açıq-açıq dedim ki, məsələn, mümkün deyil də, onun gecə çəkilişləri var. Üzürlü səbəbdən də mən onları açıq dedim. Hətta Ağakişi müəllim açıq deyə özü də istəmirdi. Yəni, istəyirdi onun yanında olasan. İstəmirdi, yəni o mümkün də deyil idi. Çünki elə bir özüm görmüşdüm, vəziyyəti elə idi ki, onu heç cürə tək qoymaq mümkün deyil idi. Və mən özüm də onu, yəni,
insafım qəbul eləməz ki. Ürəyin gəlmədi. Bir də baxırsan səhər başlayırlar, o birisi gün səhərə kimi çəkirlər, gecə çəkilişlər. Bəli. Heç cürə alınmadı. Və bizdə də belədir də, əgər bir dəfə, iki dəfə sən artıq artıq çağırmırsansa, artıq yəqin ki, belə bir fikir yaranır ki, bu məsuliyyətli adam deyil yəqin. Yəni ondan sonra Yox, indi rejissorlarımız bilsin ki, artıq Mehriban xanımda qrafik sərbəstdir, artıq gələ bilər. Mənə elə gəlir ki, aktrisa üçün ən əsası, mən yenə də deyirəm, düzə indi bəziləri bunu yaxşı qəbul eləmir, mən yaxşı baxmıram. Məsələn, baxırsan ki, bir tamaşaya getmişdim, hamısı dostlarımızdır, əlbəttə, hamısına hörmətimiz var. Amma baxırsan, səhnədə fakturası o deyil, amma ona elə bir obraz veriblər. Yəni, aktyor formasını qorumalıdır. Mən kökələ bilərəm, mən aktrisa deyiləm. Mən səhnədə deyiləm. Amma aktyorun formasını qorumaq mənə elə gəlir, bu bunun birinci borcudur. Düz deyirlər, indi məsələn, mən ananı oynayıram, ana kökələ də bilər. Amma səhnə gözəlliyi tələb edir. Sən səhnəyə çıxırsan və mən orada sənə baxıram. Hər təpədən dırnağa qədər mən səni süzürəm. Mən tamaşaçıyam axı. Və belə formada olanda qadın, yəni mən aktrisa düşünürəm ki, bu çox gözəldir və bundan da ancaq rejissorlarımız faydalana bilər. Əlbəttə, teatr indi öz yerində. Amma yəni elə teatrda da, yəni həmçinin həm teatrda da, həm kinoda da. Çünki yaş elə bir böyük yaş deyil. Sən inanırsan, mən bu yaxınlarda Sofi Loren filminə baxdım. Hə, mən dəhşət. Mən onu paylaşdım da İranlı aktyorla da bizim Instagramla yazışırıq biz. Sadəcə olaraq o fars dilində danışır deyənə, mən fars dilini bilmirəm. Biz onunla görüşmək istəyirik. Yəni çox maraqlı orada müsəlman obrazını oynayır və o da o yaşda, o qırışlarla əməliyyatsız, bax aktrisalarımız indi əzizlərimiz, yəni hamı üzünü dartdırır, hər bədənini, olsun öz işləridir, biz buna qarışmırıq. Biz yaxşı da baxırıq, özləri bilər. Amma bax nümunə aktrisa qocalıb və öz oğul çəkib onu. 80-90-a yaxın yaşı var və obraz yaradıb. Bilsən, aktyorun... Yəni formadadır. Sifəti əgər oynamırsa, ona heç cürə baxmır. Əgər mimika itibsə, əgər sən bunun hamısını şişirtmisənsə, hər yerin, onda nə mənası olur sən? Sən bizə nə ötürəcəksən? Bax, bəlkə də indi bizə belə baxırlar, bizə deyirlər köhnə fikirisiz, amma valla olana deyirəm, dünyada belədir. Monika Bellucci kimi, yəni, ulduz, qırışları ilə, zadı ilə gəzir. Elə də gəzir və hamı da normal qarşıdır. Niyə bizdə hər şey aşırı dərəcədə olur, başa düşürsən? Yəni, o mənada mən bunları nə ittiham edirəm, sadəcə olaraq fikirlərimi deyirəm. İndividual fikirlərimi deyirəm ki, aktrisa formada olmalıdır, aktrisa mimik qırışları da gözəldir, mimik yaşlanmaq da gözəldir. Sən əgər obrazı düzgün oynasan, onun daxilini düzgün çatdıra bilsən, hər sifətdə gözəlsən. Bəli. Bugün Mehriban xanımın ad günüdür və yenə də deyirəm, özəl bir gündür. Mehriban xanım, Ağakişi müəllimin adını çəkməsək, yəni sizi bizə təslim eləyən, teatrımıza gətirən Ağakişi Kazımov olub. Allah ona qəni-qəni rəhmət eləsin. Və nə xoş ki, mən də sizin ocağınızda oldum, mən də onunla görüşdüm, təmasda oldum, müsahibəmiz oldu. Və bugün Ağakişi Kazımov artıq yoxdur və Mehriban xanımın sanki arxasında bir dağ idi də. Bugün Mehriban xanım artıq özü tək başına yaşayır, tək başına yəni sənətdədir. Bax, bu necə hissdir? Ümumiyyətlə, Ağakişi Kazımov necə qalıb yaddaşınızda? Onsuz yaşamaq nədir sizin üçün? Ruhu inciyərək biz onu yada salmasaq mümkündür. Birinci növbədə o böyük sənətkar idi. Təbii. Onu unutmaq, nəinki mənim, hətta o çoxlarının üzərində onun əziyyəti var. O istər-istəməz o tariximizdir, arxivimizdir. O çox çalışqan adam idi, çox. Sənətini həddindən çox sevən adam idi. O sənət olan yerdə onun gözünə başqa heç nə görünmürdü. Və onun bir gündəliyi var. O rəhmətə gedəndən sonra onun gündəlik mənim əlimə keçdi. Gizlədirdi ona qədər. Bəlkə də gizlətmirdi, amma mən də heç vaxt onun o axtarmırdım. Onun arxivinə. Yəni sonralar o
sağ olsunlar arxivdən gəlib istədilər. Bir çox kinostudiyadan, bir çox yerlərdən o arxiv, onun nə bilim əl işlərini, belə yazılarını istədilər məndən. Yəni onda şəkillərdir. Çox həddindən çox şəkillər var. Bəzən o şəkillərə baxanda elə bir itirəm o şəkillərin arasında. Onların hamısı tarixdir. Bəlkə də o şəkillərin çoxusu heç kimdə yoxdur. Ancaq ondadır. Səndə evdədir. Verdiklərim də var, evdə olanlar da var. Yəni tək Ağa kişi müəllimlə bağlı deyil. Yəni Ağa kişi müəllim özündən başqa o dövrdə çalışdığı aktyorlardır, aktrisalardır, rejissorlardır, tamaşalardır. Elə tamaşaların şəkilləri var ki, o dövrdən qalma. Artıq yəni, bir kino lenti kimi adamın gözlərinin önünə gəlir. O arxiv idi də, bir arxiv. Canlı ensiklopediya. Canlı ensiklopediya, bəli. Yəni dediyim odur ki, o dəftər mənə onu arxivi eşələdiyim vaxtları əlimə keçdi. Və təsadüfən yavaş-yavaş oxuma, hələ də oxuyub qurtarmamışam. Və o inanırsınız ki, onda ümumiyyətlə var idi. Mən onu görmüşdüm, onun o xasiyyəti. Məsələn, bir tamaşanı başlayırsa, başlayan gündən qutarana qədər nələr olub, hardan keçib, nə təriliyib, kimlə danışıb, kimlə döyüşüb, kimlə nə bilim barışıb, kimlə... Yəni, məsəl üçün deyirəm də, hər şeyi nöqtəsinə qədər yazırdı. Detallarını. İş prosesində nə oldu, nəyi hardan tapdı, nəyi elədi. O yazmasa o işi bacarmırdı. O hazırladığı tamaşanın necə deyim, başlanğıcından sonuna qədər tam özü görməsə, o tamaşanı heç vaxt başlamazdı. Yəni, həmişə deyirdi, mən paltarın düyməsinin rənginəcən görəndən sonra başlayıram tamaşanın məşqlərinə. Orada mən onun həyatının çox qaranlıq hissələrinin çoxsunu mən orada kəşf elədim. Və bəzilərini o mənə danışırdı, amma çoxlarını da mən oradan oxuyub həqiqəti gördüm. Çünki o nə yazırsa hamısını düz yazırdı. Məsələn, öz həyatı haqqında yazırsa, orada necə yalan yaza bilər ki? Yox. Orada elə şeylər yazıb ki, nə deyim valla? Bəlkə də çox vaxt onları... Məsələn, xırda bir şey bizə də deyir də, bizə də maraqlıdır. Tamaşaçılara maraqlıdır. Məsələn, nə? Məsələn, biz bilmədiyimiz nə yaza bilər ora? Sevgisində, sənə olan sevgisindən yazır. O sorular, o eşələdikcə görəm, o da var. O da var. Məhəbbətdən yazıb sən. Özdə günü-gündən bu sevgi artırdı. Onlar da var. Yəni, hətta elə sənin o seriallara zada getməməyin deyil. Onun bir qısqançlığı da var idi ki, mən elə başa düşürəm. Var idi ki, sən gedə bilmirdin. Səni yanında istəyirdi. Yox, qısqanclığı olsaydı, o da pərvanələrin rəqsində çəkildim də. Yox, o evdə idi axı. Artıq o yaradıcılıq biraz dayanmışdı axı. Yəni, xəstə olan vaxtları deyiləm. Xəstə olan vaxtları... Məsələn, bizim bilmədiyimiz nə var? Bir kiçik bir şey, məsələn. Valla bu saat indi nə yadıma salım bilmirəm, təxmini. Məsələn, onun, yox, sevgi var. Mən ancaq onun yaradıcılığı haqqında mən şey elə bilərəm. Məsələn, onun yaradıcılığı dövründə özünün danışdığından da, belə oxuduqlarımdan da görürüm, ona çox təzyiqlər olub. Çox... Yəni, asan başa gəlməyib bu yaradıcılıq. O yaradıcılıq asan və bir çox tamaşaları var ki, onların hətta tamaşa məşqlər gedən ərəfədə, məsələn, bağlanan tamaşaları da olub və kimlər tərəfindən necə olub, bunları yazılır. Yəni, bütün inciklikləri olub, onları da özü üçün qeyd edib. Qeyd edib və kimlər onun əleyhinə danışıb, kimlər onun tərəfində olub və elə halları olub ki, bütün bu mübahisələr içində bu tamam tək qalıb və tək qaldığı anlarda yazıb ki, mən bunu necə qarşısını ala bilərəm. Yavaş-yavaş özü üçün plan qurub ki, mən belə eləyim, belə eləyim. Yəni, çox dərin adam olub o. Mən onu oxuduqca görüb, yəni belə indi yadıma sala bilmirəm çox şeylər. Yəni, onun yazdıqlarını da oxuduğunda çox dərin adam olub. Mehriban xanım, mən hətta belə bir filmə baxmışdım, belə bir film idi. O ssenari yazılmışdı, film çəkilmişdi. Təbii, xarici filmdir. Kiminsə gündəliyini onun sevgilisi araşdırır, yoldaş yox sevgilisi və bütün onun həyatını çəkmişlər. Çox maraqlıdır. Əlbəttə. Əslində bu bir sənədli bir filmin, yəni sən... Əslində bizim hər birimizin özümüzün
müəyyən məsələn İndi yox, söhbət adi adamdan getmir axı. Bu teatr tarixində iz qoymuş adamdan gedir. Mən sıravi bir adamdan danışmıram. 17 yaşından sənətə töhfələr verir. Özü deyir, 17 yaşından əlimi cibimə qoyub evdən çıxmışam. Və sıfırdan hər şey özü yaradıb. Gəlib Bakıya, heç nəsiz gəlib. Məsələn, gəlib belə bir dayısı olmayıb, arxasında day deyirlər, olmayıb. Həmişə onu deyir ki, mən görünür, heç kimsəsiz gəldiyimə görə, elə arxam olmadığımdan görə çox da əziyyətlər çəkmişəm. Bu da olur. Bəli. Və heç kəs bəzən çoxları qəbul eləyə bilməyib ki, bu kimdir ki, gəlib bizim yanımızda, məsələn. Mehriban yuxularına girir. Girir. Tez-tez görürsən. Hətta deyərdim, hər gün görürəm. Hər gün hətta. Bəzi hallarda görə bilmərəm. O da özümün yuxusuz günlərimdə ola bilər. Amma yuxulayıb bəlkə də 1 saat, 2 saat yuxuya girirəmsə, o dəqiqə yuxuma girir. Tək o yox, mən açığını deyim ki, anamı da tez-tez görürəm yuxuda. Atamı da görürəm tez-tez yuxumda. Bilmirəm, bu son vaxtlar ümumiyyətlə dünyasını dəyişənlər yuxuma daha çox girir. Elə öz rayonumuzda bəzən heç ağlıma gəlməyən elə bir adam elə gəlib yuxuma girir ki, özüm də məhdəl varam ki, bunlar hardan gəlir mənim yuxuma girir. Allah hamısına rəhmət eləsin, amma yəqin düşünürsən, Akşi müəllimi düşünürsən, o heç, yəqin ki, təbii ki, düşünürsən. Mən, yəni, Mehribana dedim ki, bura gəlməmişdən, studiya gəlməmişdən əvvəl dedim, ad günündə mütləq onun son tamaşasını mənə videosunda at. Çünki biz danışa-danışa indi yəni o tamaşadan da gedəcək, yəni şəkillər də gedəcək təbii. Onun son tamaşası sənin istəyindən mono tamaşa. Mən sənə deyim ki, onun ən ağır anları, onun teatrdan ayrıldığı anlar oldu. Bəli. Və özünü çox... Öz xoşu ilə ayrılmadı da, çıxartdılar. Ayrılmadı, yaşa görə çıxartdılar. Bu ona çox böyük bir zərbə oldu, həqiqətən. Çünki bu qədər sənətə bağlı olan adamı birdən-birə teatrdan ayırmaq və indi bəziləri artıq onu hiss edir. Mən o vaxt bir çox səsimi qaldırdım, çox danışdım ki, belə. Onda məni bəziləri qınadılar da ki, nə istəyirsən, filan yaşı var, o yaşacan işləyib, istədiyini də alıb, belə deyənlər də oldu. Mən onları başa sala bilmədim ki, o hər şeyi ala bilər. Amma yaradıcı adam tamam başqa bir, o aldıqları onu maraqlandırmır. Bəli. O sahə onu maraqlandırır. Hər şeyi insan burada qoyub gedir, Mehriban. Hər şey burada qoydu, gedir. O insan teatrla nəfəs alırdı. Teatrla nəfəs alırdı. Elə adamı ayırmaq da düz deyil. Ayırmaq düz deyil və ona çox böyük bir sanki elə bir təqaüdə çıxardılar və insan oturub ölümünü gözləməlidir. O insana, yaradıcı adama necə təsir eləyər? Və mən çox, hərdən düzdür, üzə vurguya ki, mənə bildirmək istəmirdi ki, yox da artıq barışmışam. Və elə oldu ki, universitetdən də onu çıxartdılar, dərs deyə bilmədi. Və bu ikinci zərbə oldu ona. Bu xəstəliklə əlaqədar deyildi? Yox, xəstəlik ondan sonra oldu. Ondan sonra artıq xəstələndi. Xəstəlik ondan sonra oldu. Dəhşət. Yəni, mən özüm görürdüm ki, o mənə bildirməsə də çox... Nə bilim, çox... Yəni, narahatdır artıq, yaradıcı adam necə evdə qapana bilər? Çox fikirləşirdim ki, neynim. Hərdən bir deyirdim ki, neyiniyək, bəlkə bir dənə tamaşa hazırlayaq. Bu sənin təklifin oldu, bəli. Əvvəllərdən də fikirləşmişdik, bəlkə bir mono tamaşa oyun hazırlayaq. O da dedi ki, yəni bir neçə dəfə teatrlara müraciət eləmişdi ki, imkan verin, bir tamaşa hazırlayayım. Nəsə onu da... qəbul eləmədilər ki, yəni mən heç nə istəmirəm, mən ancaq istəyirəm gələm bir dənə tamaşa hazırlayayım da. Çox sağ olsun, o vaxt Mübariz bizim direktorumuz idi. Biz əvvəl evdə işlədik onu. Yəni hələ teatr onu heç bilmirdi. Mən onun başını qatmaq üçün təsəvvürlə o əsər rusca idi, Amerikan yazıcısının əsəri idi. Gözəl də, maraqlı əsər. O oturduğu yerdə, elə yaxşı, rahat da gəzə bilmirdi, elə oturduğu yerdə onu tərcümə elədi, sonra onu səhnələşdirdi. Elə oxuyandaca o, demək olar ki, bir 2 saata yaxın belə uzun əsər idi. Və təsəvvürlə onu elə qısaltdı, indi özünüz şeyini gördünüz də, nəticəsini. Onun səhnə
variantını elə gözəl elədi ki, orada yığcam, kompakt bir və yorulmursan fikir də var orada, hər şey var orada. Bir qadının elə bir yaşantılarıdır da. Hər şey var. Və o yavaş-yavaş orada evdə işləməyə başladıq oyuna. Və işlədikcə hiss elədim ki, bunda bir istər-istəməz ruhlanırdı, həvəs artırdı həvəsi. Və biz evdə onu hazırladıq. Sonra artıq gördük ki, demək olar ki, səhnəyə çıxmaq vaxtımızdır da, artıq daha səhnəyə çıxmalıyıq. Onda gəldik, Mübarizlə danışdıq. Onda bizdə kiçik səhnə düzəlmişdi və belə bir imkan yaranmışdı ki, kim istəsə mono tamaşa ya 2 nəfərlik tamaşalar hazırlaya bilər. Biz bundan istifadə edirdik. Nə gözəl. İndi belə şey yoxdur. İndi də yox, indi də hazırlayırlar. Onda təzə yaranmışdı bu. Və ondan istifadə edib və gözəl bir tamaşa. Mübariz də yaxşı. Və özü də premyeraya gəlmişdi. Mənim yadımdadır, şəklimiz var. Bir neçə oyuna gəldi də. Bir neçə tamaşalarda oldu. Oldu. Amma çox çətin də olsa gəlirdi. Bilirəm, axsa gəlirdi. Yəni biz məşq elədiyimiz ərəfələrdə həqiqətən çox böyük əziyyət çəkdi o. Sən bizim pilləkənlərimizi bilirsən. Ora dəhşətli qalxmaq. Oranı qalxmaq, amma yenə də qalxırdı, düşürdü. Özü razı qaldı mı o tamaşadan? Qaldı. Çünki o mənə dedi ki, biz elə evdə hazırlaşanda həqiqətən çox dərin mənalı əsər idi. Mən onu hələ indi oynaya-oynaya ondan yeni şeylər tapıram. Ki, yəni o vaxt onu o dəqiqə hiss eləmişdim. Mən amma indi hiss eləyirəm bəzən. İsti hiss eləməlisən. Ki, o dedim, Mehriban, sən bu tamaşanı oynasan, mən bilirəm ki, mən artıq həqiqətən bir aktrisa yetişdirmişəm də, istədiyim formada gəldiniz. Və mən Tərani bir şey deyim ki, sən özün bilirsən, mən onun çox tamaşalarında oynamışam və heç vaxt ondan, necə deyim, yaxşı oynamısan, tərif eşitməmişəm, açığını deyim. Əsl müəllimdir də. Heç vaxt. Amma həmişə onu deyirdi, əgər mən oynaya bilsən, bil ki, gələn tamaşada da sənə rol verəcəm. Yox, mən dediyimi eləyə bilməsən, sənə rol verməyəcəm. Amma rol verəndə artıq bilirdim ki, doğrudan bəlkə xoşuna onu qane eləmişəm ki, mənə rol verim. Amma ilk dəfə yeganə təriflədiyim bu tamaşa oldu. Məndə, bəlkə də o vaxt artıq da elə bir vaxt idi. Mən də ona dedim, nəhayət ki, səndən mənə qarşı bu sözü eşitdim ki, sən artıq sərbəst aktrisasan, sərbəst istədiyin kimi səhnədə özünü idarə eləyə bilərsən. Nə gözəl, nə gözəl. İstədiyim kimi yaşamışam mono tamaşası. Yəqin ki, tamaşaçılarımız da baxıblar, repertuarda var. Var, hə. Amma çox gec, axır vaxtlar nəsə görmürəm. Yəni, mən də istəyirəm. İldə bir dəfə salınsa, ona şükür eləyirəm. İldə bir dəfə salınsa, yenə onun ruhu şad olar. Və bir şey də deyim ki, Ağakişi müəllim Mehriban xanımı solğun çiçəklərlə gətirdi, bizə tanıtdı və ömrünün son günləri də bu teatrla sanki vida elədi də yaradıcılığa. Yox, ən son tamaşası bu oldu da. Ən son tamaşası oldu. Və ən son tamaşası yenə də Mehriban xanımla möhür vurdu və mənə elə gəlir ki, mən çox mono tamaşalara gedirəm. Açıq deyim, darıxdığım da olur. Nəysə də indi mono tamaşanı da idarə eləmək asan şey deyil. Yəni tək bir aktyor sanki hamını əvəz eləməlidir. Amma bu tamaşadan həqiqi deyirəm, zövq alıb çıxdım. Və sənin özünə də dedim və orada bizim premyerada şəkillərimiz var. Çox, hamı yəni maraqla baxırdıq. O qadının yəni cilddən cildə düşürdü, mənəvi sarsıntıları. Yəni mənə elə gəlir ki, belə bir mono tamaşa mənə elə gəlir ki, yeni eləməlisən. İnşallah. Biz səndən gözləyirik. Mən şəxsən səndən gözləyirəm. Yaxşı bir, bu əsəri tapınca bilsəm nə qədər axtardıq, nə qədər... Mehriban, mənə elə gəlir ki, lazımdır. Normal, belə... Onu yenə özün tapa bilərsən, yəni sənin ruhuna yaxın. Ruhuma yaxın. Həqiqətən, mən bunu rusca oxudum. Elə oxuyan kimi o dəqiqə... Zelda, yadımdadır. Zelda. O tutdu səni. Adını istədiyim kimi yaşamışam, o hazırladıqca o ad özü gəldi. Yəni ad fikirləşirdi ki, həm cəlb edici olsun, həm də tamaşaçını özünə şeyləyən ad olsun ki, bu nə demək istəyirlər bu adına. Və o da mənə elə gəlir ki, tamaşa boyu hamı hiss eləyir. Mən çox sevinirəm. İldə bir dəfə də salınsa, mən ora gələn tamaşaçının o tamaşaya olan reaksiyasını, tamaşadan sonraki deyilən o xoş sözlər
mən əlbəttə ona görə hər dəfə tamaşadan sonra da deyirəm, tamaşa hazırlanandan Akif müəllimin o sırada bir yeri var idi. Həmişə orada otururdu. Və mən də tamaşa oynayanda özümü çox rahat hiss edirdim ki, oradan oturur baxır. Və mən hər dəfə o tamaşanı oynayanda indinin özündə də mənə elə gəlir ki, orada oturub mənə baxır və o mənə ruh verir. Və mən tamaşanı başlayanda, o birinci addımı atanda həmişə bu söz deyirəm: Zelda, getdik. Və mənə elə gəlir ki, mən, Zelda ikimiz eyni ruhda, eyni adamlarıq. Çox qəribədir. Deyirsən, oturduğu yerdə mən də çox təsirləndim. Təsəvvür edir ki, həmişə gördüyün adam indi artıq yoxdur. Baxırsan ki, həmin yerdə başqası oturub və yaxud boşdur. Bir dənə burada saxlayaq. Yadıma düşdü kişi. Ümumiyyətlə, o kişiyə mənim simpatiyam var idi. Allah ona rəhmət eləsin. Mənim babam da elə ruhlu bir kişi idi. Mən həmişə çalışırdım ki, o ərəfələrdə çox onun ad günlərinə salırdıq o tamaşanı. Və bir neçə dəfə də oldu onun ad günündə, elə bir videom da var evdə. Tortun ki, özü də xəbərsiz oldu. Başa düşmədi ki, nə oldu. Almaz xanım da var. Sürpriz eləmişdiniz. Allah ona da rəhmət eləsin. Yəni, həmişə ya onun ad gününə, ya da mənim ad günümə təsadüfən düşürdü, tamaşalarını oynayırdıq. O vaxtdan sevirəm o tamaşalar. Yəni, dediyim son vaxtlar oynadığım, ən sevdiyim və ruhuma yaxın olan ən gözəl obrazlardan biridir o. Bax, mən istəyirəm ki, sən bugün mənim bir ərkim çatır artıq sənə bu sözü deyim ki, bugün mənə söz verəsən ki, Zelda kimi növbəti bir mono tamaşada səni görəcəyik. Biz media nümayəndələri də yığışıb gələcəyik və növbəti tamaşada elə Akif müəllimin, necə deyərlər, ruhuna bir töhfə olar. Növbəti bir yenilik eləməlisən. Çünki əgər söhbət teatrdan gedirsə, yəni mənə elə gəlir ki, biz səni səhnədə daim görmək istəyirik və bu mono tamaşadan sonra ixtiyarın yoxdur ki, sən əlini qolunu sallayıb oturasan, tədbirdən tədbirə görək səni yox. Artıq növbəti tamaşa işlənməlidir və biz də sənin dostların sevinməliyik. İnşallah. Mehriban, bugün yəni teatrdasan, yəni bugün tamaşalarda varsan, əlbəttə ki, biz dostların, biz şadıq ki, biz səni yenə də görürük, yenə də formadasan. Doğrudan mən şad oldum bir qadın kimi də Mehribanı formada görmək, maşallah. Yəni, həyatdan ümumiyyətlə bir şeyi soruşmadım bayaq. İndi yəni, birini qoyub ofisinə gedirəm. Akif müəllimin evladları var. Var. Özündən sonra yəni evladları var. Neçə evladı var? 3 evladı. Tamaşaçılara da maraqlı. Onlarla ünsiyyət necədir? Bax, bizim xanımlara da maraqlı olacaq. Yox, yaxşıdır. Onun 2 oğlu xaricdədir. Bir oğlu buradadır. Bir oğlu da buradadır. Buradakı oğlu ilə demək olar ki, tez-tez ünsiyyət doğru. Yəni aranızda problem yoxdur, hər şey normaldır. Heç bir problem yoxdur. Xaricdəki ilə də tez-tez danışırım və onlar da açın deyim ki, çox hörmətlə yanaşdılar. Yəni mənim də onlar üçün, onlarla heç bir problemim olmuyor və onlar da gördülər ki, mən onların atası üçün necə deyim, nə lazımsa. Əziz bir adamsan. Əlbəttə ki, qayğısına qalmısan xəstə vaxtları. Hətta o xaricdəki oğlu, o dünyasını dəyişəndən sonra mənə zəng vurmuşdu. Qayıtdı, Mehriban, biz səndən çox razıyıq. Bizim atamızı orada sən baxdın da. Yəni, mən ona görə də yox, yəni ki, mən öhdəmə düşən nə varsa, onu elədim. Allah səndən razı olsun. Çünki mən bilirəm ki, onun xəstə vaxtlarında Mehriban bir anda ondan ayrılmadı. Son gününə qədər əziyyətini çəkdi. Ruhu şad olsun. Əlbəttə ki, evladları da təbii ki, bunu başa düşürlər. Mehriban, yəni teatrdan danışdıq. Təbii Akif müəllimi yad eləməsəydik mümkün deyildi. Arzusunda olduğun bir rol varmı? Hansı ki, artıq bu yaşda oynamaq istəyirsən və artıq sona doğru gəlirik. Yəni, fikirləşirsən ki, bunu mən çox gözəl oynayardım, artıq dolğun bir yaşdayam, müəyyən bir təcrübəm var, elə bir obraz var. Bilirsən, Təranə, mən belə arzularla yaşamıram. Kimsə mənə mən bu obrazı oynamaq istəyirəm. Çünki gəl reallıqla danışaq da, mən çox da ki arzuluyum, mən filan rolu oynamaq istəyirəm. Kim hazırlayacaq onu, kim qoyacaq o tamaşanı və
Mən əksinə, mən gözləyirəm ki, mənə o rol gələcək hardansa. Yəni, mən indi elə bir rejissorun öhdəsinə buraxırsan. Rejissor səni gördür. Yəni, görsünlər də, mən bəyəm gedib... Amma aktrisa var, dəridən qabıqdan çıxır, sponsor tapır, gedir, çəkir. İndi müasir dövrdür. Mən onu bacarmıram, açığın deyim. Mən gedim, sponsor tapım, deyim ki, yox. Mən, indiki vəziyyətim, mən bilirəm ki, mənim bu saat bu potensialım da var, mən səhnədə hər şey eləyə bilərəm və teatrda məni yaxşı tanıyırlar. Rejissorlar da bizim öz teatrımızdan danışırlar, tanıyırlar. Əlbəttə ki. Yəni, o rejissor əgər məni görmürsə, hansısa rolda, mən zorla qeyb deyə bilərəm ki, mənim bunu elə. Bilmirəm, yaşayarıq, görərik. Bəlkə birdən beynimə elə bir şey girdi, bəlkə... Amma mono tamaşa hazırlamaq o sənin öz əlindədir. Artıq teatrda belə bir şərait yaradıb. Heç olmasa onu tamaşaçılarla çox görmür. Müəyyən rejissor tapın. Biraz əziyyət çək də, əzizim. Biraz əziyyət çək. Biraz əziyyət çək. Rayona az get. Yox, rayona nə vaxt gedirəm ki? O elə bayramlarda, məzuniyyətdə qalan vaxtları burada. Mehriban, son vaxtlar öz teatrınızda və yaxud başqa teatrda bir necə türklər deyir, etkiləndim ondan. Səni bir silkələyəcək bir tamaşa olub, bir tamaşaçı kimi baxmısan, gəlib demirsən ki, vay, nə gözəldir. Elə bir şey olub? Valla, məsələn, son vaxtında. Əslində mən tamaşalara getməyi sevirəm. Amma necə olubsa bu son vaxtlar o dramada da bir çox tamaşalar getdi. Onların heç birinə baxa bilmədim. Amma açığını deyim, ən çox etkiləndiyim sənin dilindəndirsə, bizim özümüzün oynadığımız o Kod adı VX tamaşasıdır. Və orada bizim bütün truppa qadınlar öz məharətini orada göstərirlər. İstəyir böyük rol olsun, istəyir kiçik rol olsun, istəyir söz olsun, istəyir söz olmasın. Fərq yoxdur, o layihədə hamı var. Orada hamı özünü və o tamaşaya, keçən bu axırıncı dəfə oynadığımız... Öz o tamaşa hər dəfə var, repertuarda. Axırıncı dəfə oynadığımız tamaşa təsəvvürlə ki, zal doluydu. Və ayaq üstə bizi alqışlayırdılar. Cəmaat gəlir. Yəni ki, o tamaşa tutdu, həqiqətən tutdu və o bütün truppanın bir yerdə əziyyəti idi. Amma belə deyim ki, yəni başqa teatrlar keçən il çox gedirdim, açıq deyim. Bu il amma heç gedim, bilmirəm nə olursa, ya mənim tamaşamız olan vaxtda düşürəcəkli, nəsə gedə bilmirəm. Amma bir çox tamaşalar var ki, mən onları baxmaq istəyirəm. Məsələn, əsas dram teatrda çox sevdiyim teatrda. Çox istərdim Şükriyə gedib baxasan. Şükriyə baxmamışam, sonra İblisə baxmamışam. İblisi bilmirəm, İblisə mən də baxmamışam. Amma Kod adı VX-da oynayan mənə elə gəlir aktyorların, valla biraz deyərdim, belə biraz yekəxana çıxmasın, borcudur. Çünki orada Şükriyə elə oradakı Şükriyədə bizim aktyorlarımız gedirlər. Çox gözəl. Gedirlər. Hamısı gedir baxır. Bəhram müəllim, Bəhram Osmanov hamısı gedir baxır. Yəni bizim aktyorlar o barədə bir gün mən səni götürüb bir yerdə gedəcəm. Bir yerdə gedib baxaq mütləq. Mən artıq 2 dəfə baxmışam və çox böyük həzz almışam. Yəni mən sevirəm. Mən ümumiyyətlə istəyir bizim teatr olsun. Həm də tamaşaçı kimi aktivsən. Tamaşaçı kimi, hə, mən sevirəm tamaşanı, oturub seyr eləməyi, baxmağı. Əla, əla. Və söhbətimizin sonunda Mehriban, mən sənə təşəkkür edirəm və açıq səni bir qadın olaraq, bir aktrisa olaraq həmişə belə görmək istəyirəm. Səhnədə görmək istəyirəm, mono tamaşada, yeni mono tamaşada görmək istəyirəm. Və ad günündə, bax bugün 15 may ad gündür. Özün özünə nə arzulayırsan? Artıq müəyyən bir period, müəyyən bir yaş dövrü gəlir. Daha da gözəl yaşa qədəm qoyursan. Özünə arzularım, bizə maraqlıdır. Mənim arzum nə ola bilər ki? Mən açığın deyim ki, mən indi öz ailəm üçün yaşayıram. Mənim bacılarım var, qardaşlarım Maşallah, var. Bilirəm, bilirəm. Onların evladları var. Onlar da sənin evladlarındır da. Onların əgər yaxşıdırlarsa, sağlamdırlarsa, hər kəs öz ailəsi ilə həyatlarını sürürlər. Və mən də onlara kənardan baxıb sevinmək istəyirəm, açığın deyim. Mənim bu yaşa çatmışam, mənim arzum ancaq bu saat ailəmi daha çox istəyirəm. Daha çox onlarla bir yerdə olmaq istəyirəm. Daha çox onlarla bir yerdə... Ata-ana yoxdur, indi mehrini salmısan bacı qardaşa. Yəni onlarla nəfəs alıram, açığın deyim. Onlarda İraq olsun, birinə bir şey olsa elə bilirəm mənə nəsə olubdur. Mən həmişə deyirəm,
onların heç birinin başından bir tük də əksik olmasın. Nə olursa mən olsun, eybi yox, mən dözərəm. Sənə də olmasın. Onlara heç nə olmasın. Mən artıq heç bir itkiyə dözə bilməyəcəyində deyiləm artıq. Bildim, anladım. Gücüm yoxdur ona. Ona görə də onlarla nəfəs alıram. Allah onların canını sağ eləsin. Amin. Arzum budur. Amin. Amin. Çox sağ ol Biz də ki, səni bir sən daha yenə çağırdın, dəvət elədin bu gözəl günümdə mənim. Bəli. Ad günü Bir daha təbriklər. Bir daha sənə uğurlar. sağ ol. Necə əzlərinlə bir yerdə, necə deyirlər, bundan da gözəl günlər yaşayasan. Sağ ol. Təşəkkürlər. Çox sağ ol.